Dövlət İmtahan Mərkəzinin test toplusunda xəritə və qlobuslar mövzusunda 64-cü testindən davam eləyəcəyik. Başlayaq. Ekvator üzərində yerləşən A və B nöqtələr arasında məsafənin uzunluğu fərqi 40 dərəcədir. Ekvator üzərində dedisə də, deməli avtomatik olaraq biz düşünməliyik ki, ekvatorda 1 dərəcə nə qədər idi? 111 kilometr. 40 dərəcə nə qədər olacaqdı o zaman? X bərabərdir 4440 kilometrə bərabər olmuş olacaq. Miqyas nə qədər verilib bizə? İzahlı miqyasa keçirdəndə 5 sıfırı silirik. Demək 1 santimetrdə eləyir nə qədər? 444 kilometr eləyir. Bizim neçə kilometrimiz var idi? 4440 kilometrimiz var idi. Bu isə x eləyir. X bərabər 4440-ı 444-ə böləndə 10 eləyəcəkdir. Cavabımız Y. Azərbaycan xəritəsində eyni meridian üzərində biri 41 dərəcə şimal enliyi, bir də 38 dərəcə şimal enliyi. Baxın, 41 ilə 38-in arasındakı dərəcə fərqinə baxmalıyıq. 41-dən 38 çıxanda 3 eləyir. 3-ü vururuq 111-ə, 333 kilometr eləyəcəkdir. O da deyir, neçə santimetrdə təsvir olunub? 66,6 santimetrdə 333 kilometrdir. 1 santimetrdə isə x. 333-ü bölməliyik 66,6-ya. Deməli, 333 bölünsün 66,6. 5 eləyəcəkdir. 5-dən sonra neçə sıfır əlavə etməliyik? Təbii ki 5. Çünki kilometrə neçə sıfır əlavə edirik? 5. Cavabımız A variantı olacaq. Keçək 66 nömrəli test tapşırığına. Baxın, burada deyir ki, 1 santimetrdə neçə kilometr var? Baxın, 1 santimetrdə 5 sıfır çıxandan sonra 30 eləyir. Yazırıq 1 santimetrdə 30 kilometr. Bizim neçə dərəcəlik meridian qövsümüz var? 0,5. Biz bilirik ki, 1 dərəcəlik meridian qövsü 111 kilometrdir. Onda 0,5 dərəcədə 111-in yarısı olacaq da. 1-in yarısı 0,5 deyil. 111-in də yarısı deməli bizim 0,5 dərəcəlik meridian qövsümüzün uzunluğunu verəcək. Deməli 111-in yarısı nə qədər eləyir? 55,5 kilometr eləyir. Yəni biz harda 0,5 dərəcəlik meridian qövsü deyilirsə də, onda 111-in yarısının nəzərdə tutulduğunu bilməliyik. Deməli, burada 1 santimetrdə 30 kilometr idi. Bəs onda 55,5 santimetr neçə kilometr eləyəcək? X. 55,5-i böləcək neçəyə? 30-a. O da eləyir 1,85. Cavab A variantı. Yenə baxın, bu məsələdə ona bənzəyir. Burada miqyası sadələşdirək. 4 sıfırı sildik, birindən tam atdıq. Yazırıq. 1 santimetrdə 2,5 kilometr. Bizim yenə 0,5 dərəcəlik meridian qövsümüz var. Yenə 0,5 dərəcəlik meridian qövsü 111-in yarısı deməkdir. Yəni nə qədər olacaq? 55,5. Bu isə x. 55,5-i bu səfər neçəyə bölməliyik? 2,5-ə. Bu da eləyəcək 22,2. Cavabımız D variantı. Deyir ki, A nöqtəsindən hərəkət edən gəmi əvvəlcə 270 dərəcəlik azimutla. 270 dərəcəlik azimut nə deməkdir? Yəni, baxın, burada görürsünüz 0 dərəcə Qrivniçdir və 0 dərəcə ekvatordur. Yəni, Qviniya körfəzindən 270 azimut, yəni qərbə doğru gedib. Nə qədər gedibdir? 3330 bölməliyik bunu 111-ə. Neçə eləyəcək? 30 dərəcə. Yəni, 0-dan 30 dərəcə sola getdim. Neçə çatmalıyam? 30 dərəcə qərb uzunluğuna çatmalıyam. 30 dərəcə qərb uzunluğundayım hal-hazırda. Sonra 0 azimutu ilə, yəni 0 azimutu yuxarıya qalxmaq deməkdir. Nə qədər gedibdir? 6660 bölüləm 111-ə eləyir 60 dərəcə. Deməli, 60 dərəcə yuxarıya çıxdıq, keçirik, gəlirik, haraya çatırıq? 60 dərəcə şimal enliyinə, yəni 0-dan 60 dərəcə yuxarı qalxırıq. Koordinatımız olur 60 şimal enliyi və 30 qərb uzunluğu. 60 şimal enliyi, 30 qərb uzunluğu. Cavabımız D variantı olmuş olacaqdır. Keçək 69 nömrəli test tapşırığına. Yenə koordinat məsələsidir. Baxın, A nöqtəsi buradadır. A nöqtəsindən hərəkətə başlayan. Görürsünüz, onun meridianı nə qədərdir? 180 dərəcəlik meridian. Enliyi nə qədərdir? 0 ekvator. Buradan deyir 270 azimutdan, yəni qərbə doğru getməliyik. Nə qədər getməliyik? 3330. 3330-u bölürük 111-ə. Neçə eləyir? 30 dərəcə. Baxın, 180-dən 30 dərəcə sola gedirik. 180-dən 30 çıxırıq. Neçə çatırıq? 150-yə.
150-yə çatdıq. 150 şərq uzunluğundayıq. Buradan da deyir 0 azimutu ilə, yəni şimala doğru get. Nə qədər get? 4440 böləm 111-ə eləyir 40 dərəcə. Və 40 dərəcə yuxarıya qalxırıq. Eləyəcək 40 şimal enliyi və 150 şərq uzunluğu. 40 şimal 150 şərq uzunluğu cavabımız Y oldu. 70 gəlir. Deyirik ki, Bakı dedisə Bakının koordinatını çəkirik. 40 şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Buradan 180 azimutuna, yəni cənuba doğru getməliyik. Neçə? 50 dərəcə. 40-dan 50 dərəcə aşağı düşürük. Yəni 40-dan 50 çıxırıq. 40-dan 50 çıxanda neçə eləyir? Mənfi 10. Mənfi aldıqsa da artıq yarım kürə dəyişdi. 10 dərəcə cənub enliyi. Baxın, buradayıq indi. Daha sonra deyir 90 azimut. 90 azimut hansı istiqamətdir? Yəni şərq istiqamət. Neçə dərəcə? 30 dərəcə. 50-nin üstünə 30 gəlirik. Neçə çatacaq? 80 dərəcə şərq uzunluğuna. Baxın, yeni koordinatımız budur. 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu. 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu. B variantı. Və deyir ki, Bakının həmin məntəqədən hansı istiqamət? Bu Bakı deyildi. O məntəqədən Bakıya baxın, hansı istiqamətdədir? Şimal-qərbdə. Cavabımız B variantı. Keçək 71 nömrəli test tapşırığına. Bakıdan, yenə Bakı dediyinə görə nə etməliyik? Bakının koordinatlarını çəkməliyik. Baxın, Bakıdan dəqiqə. Yenə çıxaq, qaydaq buradan. Bakıdan, yəni Bakı neçədir? 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Buradan başlayırıq. Deyir ki, 270 azimutu, yəni sola doğru get. Neçə dərəcə get? 40 dərəcə. Yəni 50-dən 40 dərəcə çıx. Neçə çatarsan? 10 dərəcə şərq uzunluğuna. Buradayıq indi. Buradan da deyir 180 azimutu, yəni aşağıya doğru get. Neçə dərəcə? 30. 40-dan 30 dərəcə aşağıya düş. Yəni 10 dərəcə şimal enliyinə çatarsan. 40-dan 30 çıxanda. Yeni koordinatını oxu. 10 dərəcə şərq uzunluğu, 10 dərəcə şimal enliyi. Cavabımız D. Və deyir ki, Bakıdan, yəni baxın, bu çatdığımız bu məntəqə, bu da Bakı idi də, 40-dan 50. Bakıdan hansı azimutdadır? Bakıdan cənub qərbdədir. Bəli, cavabımız D-dir. 72-yə keçək. Deyir ki, 25 və 36 şimal enlikləri. 25 20 ilə 30-un arasında. 36 da 30-dan 40-ın arasında çəkdik. İndi bura 36, burada 25 yazdım bunları. Deyir 46 ilə 56. 46, görürsünüz 45 ilə 60-ın arasına düşəcək. 56 da yenə 45 ilə 60-ın arasına düşəcək. Deməli, bunlar hər ikisi harada keçdi? 2 və 4-cü məntəqədə. Cavabımız Y. Keçək 73-ə. 25 və 36. 25 haradadır? 25, 20 ilə 30-un arasında. 36 haradadır? 30-dan 40-ın arasında. Düzdürmü? Deyir ki, indi 46 ilə 56. 46, 40 ilə 46, 45 ilə 60-ın arasında. Yenə 56 da oradadır. 46, bu da 56. Hər ikisi arada kəsişdi. 3 ilə 1-də. 1-3 B variantı olacaqdır. Keçək 74-də. Ekvator üzərində A nöqtəsi 30 dərəcə qərb uzunluğundadır. Deyir, A nöqtəsi 30 dərəcə qərb uzunluğundadır. Ekvatoru çəkməliyik, təsvir etməliyik. Bu bizim ekvatorumuz. A nöqtəsi 30 qərb uzunluğu, 30 dərəcə qərb uzunluğu. Çəkdik, bu da A nöqtəsi olsun. B nöqtəsi isə A-dan 5883 kilometr şərqdədir. Yəni, A-dan şərqdəsə də görürsünüz sağdadır. Deməli, 5883-ü bölməliyik ekvator üzərindən neçəyə? 111-ə. Bölək. 5883 bölünsün 111. 53 dərəcə. Yəni, biz 30 dərəcə qərb uzunluğundan sağa doğru 53 dərəcə gəlməliyik. 30 dərəcə qərb uzunluğundan Qriniçə çatana qədər 30-u sərf olunacaq. 53-dən 30-u qərbdə qalacaq. Yerdə qalacaq 23-ü. 23 də şərq yarımkürəsinə keçmiş olacaq. Çatdığımız məntəqə 23 dərəcə şərq uzunluğu olacaqdır. C məntəqəsi isə deyir,
6882 kilometr qərbdədir, yəni A-dan qərbdədir. Bunu da yenə bölməliyik 111-ə. Bu neçə eləyəcək? 62 dərəcə qərb. Deməli 30-un üstünə 62 gələcək. Neçə eləyəcəkdir? 92 qərb uzunluğu. Deməli çatdığımız məntəqənin biri 23 şərq uzunluğudur. Biri də 92 qərb uzunluğudur. Cavabımız olacaqdır C variantı. Yine deyir ki, eyni meridian üzərində ABC nöqtələri A 40 şimal enliyindədir. Təsvir eləyək. A 40 dərəcə şimal enliyindədir. B isə ondan 3885 kilometr şimaldadır. Yəni yuxarıda. Neçə kilometr? 3885. 3885-i bölməliyik neçəyə? 3885-i bölməliyik 111-ə təbii ki, bölək 111-ə. O da eləyəcək 3885 dəqiqə. 3885 bölünsün 111. 35 dərəcə. 35 dərəcə şimaldadır. Yəni 40-ın üstə 35 gələk. Neçə eləyəcək? 75 şimal enliyi. Bu deməli 75 şimal enliyində oldu. Sonra deyir ki, S isə yəni A-dan 1665 kilometr cənubdadır. 1665-i bölməliyəm neçəyə? 111-ə. 15 dərəcə yəni aşağıdadır. A-dan 15 dərəcə aşağıdadır. A hardaydı? 40-da. 15 dərəcə aşağı düşəndə 40-dan 15 çıx neçəyə çatacaqsan? 25 dərəcə şimal enliyinə. Baxın, burada da C məntəqəsi olacaqdır. İndi deyir ki, B-nin enliyini oxu 75 şimal enliyi. C-nin də enliyini oxu 25 dərəcə şimal enliyi. Cavabımız olacaqdır B variantı. Sadə test nümunələrindən biridir. Sadəcə olaraq, baxın, 111-ə bölməklə burada 35 alırıq. 40-ın üstə 35 gəlirik. 40-ın üstünə 35 gəlirik, 75-ə çatırıq. 1665-də bölük yenə 111-ə 15 eləyir. O da deyir aşağıya düş, çünki cənubdadır. 40-dan 15 çıxırıq, 25-ə çatırıq. Silindrik proyeksiyada tərtib olunan dünyanın siyasi xəritəsindən daha az təhrifə məruz qalan ərazilər. Daha az təhrifə məruz qalırsa silindrik proyeksiyada ekvatora yaxın olmalıdır. Yəni sıfıra ən yaxın olan rəqəmləri seçməliyik. Sıfıra ən yaxın olan rəqəmlər, baxın, biri budur, 5 ilə 15-dir. Bir də 15 ilə 25-dir. Yəni ikinci və 5-ci məntəqələrdir. Cavabımız Y variantı olacaqdır. Keçək. Miqyası 20 milyon olan dünyanın siyasi xəritəsində silindrik proyeksiyada tərtib olunmuşdur. Verilən sxemə əsasən hansı xəritədə daha çox təhrifə məruz qalır? Təhrifə daha çox məruz qalmaqdan ötürü silindrik proyeksiyada ekvatordan çox uzaqda olmalıyıq. Yəni enlik qiyməti ən uzaq olanlar. Baxın 85-71 artıq qütbə çatır. Biri 4-cü məntəqədir. Bir də 55-65 3-cü məntəqə. 3-4 Y variantı olacaqdır. Sonra miqyası 1 bölünsün 100 min xəritədə onun üçün xüsusiyyətləri olmayan, yəni doğru olmayanları seçməliyik. Nisbətən dəqiq ölçüşləri aparmaq mümkündür. Bu doğru ifadədir. Generalizasiya daha çoxdur. Generalizasiya azdır burada. Çünki böyük miqyasda deyil, generalizasiyanı az eləyir. Daha böyük ərazilər təsvir edir. Burada böyük miqyasda da kiçik ərazilər olur. Yanlış ifadədir. Sonra təhriflər nisbətən az olur. Hə, düz deyir. Səhvlər az olacaq. Doğrudur. Materik və okeanların xəritəsi tərtib olunur. Relyef horizontallarla təsvir olunmuş olur deyir. Baxın, miqyasa fikir verin. Miqyas necədir? Böyük miqyasda tərtib olunub. Düzdür. Böyük miqyasda tərtib olunubdursa da burada horizontallar təsvir olunacaqdır. Yəni bu doğru ifadədir relyefdə. Amma materik okeanlar artıq bu daha böyük ərazilərdir deyə. Böyük ərazilər daha kiçik miqyasla verilməlidir də. Bu böyük miqyasdır deyə bununla verilə bilməz. Deməli bu yanlışdır. Yanlışlar yəni çıxlardır. 2, 3 və 5. 2, 3, 5 hansı variantdadır? A variantındadır. 78 nömrəli test tapşırığı A. Ekvator üzərində 170 qərb uzunluğu. Ekvatoru çəkdik. Bir də 170 dərəcə qərb uzunluğunu çəkdik. Oradan deyir 7992 kilometr qərbdə, yəni solda.
7992 neçə bölməliyəm ekvatorda 111-ə? Neçə eləyir? 72 dərəcə. 72 dərəcə qərbdə deyir. Yəni, burada qərbə gələndə qarşımıza bir əsas meridian çıxmalıdır. Hansı? 180. Neçə dərəcə getməliyik? 72 dərəcə. Bundan 170-dən 180-ə qədər neçəsi olacaqdır? 20-də. Daha sonra 10 dərəcə. 10-u qərb yarımkürəsində qalacaqdır. Çıxaq 10-un. Neçəsi? 62-si şərqə keçəcək. 180-dən də 62-ni çıxırıq. 180-dən də 62-ni çıxaq. Neçə eləyəcəkdir o da? 118. Şərq uzunluğu 0, ekvator 118 şərq uzunluğu. Cavabımız B variantı olacaqdır. Keçək indi 80-ci test tapşırığına. Buranı silək, təmizləyək. 80 nömrəli test tapşırığı. Baxın, yenə 0,5 dərəcəlik meridian qövsü gördük. Nə idi? 1 dərəcəlik meridian qövsü 111. 0,5 onun yarısıdır. Yəni nə qədər olmalıdır? 55,5 kilometr. Miqyası izahlıya keçirək. 5-in sillik nə qalır? 1 santimetrdə 5 kilometr qalır. Bizim neçə kilometrimiz oldu? 55,5. Bu neçə santimetr eləyəcəkdir? Təbii ki, 55,5-i böləcəyik 5-ə. O da eləyəcək 11,1. Yəni, Y variantı eləyəcək. Keçək 81 nömrəli test tapşırığına. 81 nömrəli test tapşırığında 5 sıfırı sildik. Nə qaldı? Miqyas. 1 santimetrdə 50 kilometr. Burada bizdə 2,5 dərəcəlik meridian var. Baxın, 1 dərəcəlik meridianımız 111 kilometrdir. Onda 2,5 dərəcəlik meridianımız nə qədərdir? X. 2,5-i neçəyə vurmalıyıq? 111-ə. 2,5 vurulsun 111. Nə qədər eləyəcəkdir? Bu da 2775 kilometr. İndi 1 santimetrdə 50 kilometr isə də 277,5 bu 277,5 neçə santimetrdədir? 277,5-i bölməliyik 50-yə. O da eləyəcək 5,55. Cavabımız B variantı. Xəritədə Avrasiya materikini kəsməyən xətlər. Qreenwich meridianı Avrasiyanı kəsir. Yəni, kəsməyən lazımdır deyə biz biri çıxmalıyıq. 1 çıxdı. Ekvator Avrasiyanı kəsmir. 180 Avrasiyanı kəsir. 3 də çıxmalıdır cavabdan. 3-lər onsuz çıxmışdı. Deyir ki, cənub tropik xətti kəsmir. Seçəcəyik. 2-4 qaldı. Bir də burada var. İndi gəlin baxaq. Cənub qütb dairəsi kəsmir. Deməli 5-i seçəcəyik. Amma şimal tropiki kəsir. 6-lar da cavabdan çıxdı. Deməli cavabımız B variantı oldu. Keçək. Xəritədə Afrika materikini kəsən xətlər. Afrikanı Qreenwich meridianı kəsir. Hətta Afrikada hansı ölkələr kəsir? Əlcəzairdir, Malidir, Burkina Fasodur, Qanadır, Togodur. Bu ölkələri kəsmiş olacaqdır. Şimal qütb dairəsi Afrikanı kəsmir. Şimal tropik xətti kəsir. Cənub qütb dairəsi kəsmir. Cənub tropik xətti kəsir. Deməli 1, 4, 5, 1, 4, 5 C variantı. 180 isə kəsmirdi. 83-də cavab C. Keçək 84 nömrəli test tapşırığına. Miqyas. Baxın, miqyasın tez 5 sıfırını sildik. Nə qaldı? 500. Yazıram 1 santimetrdə 500 kilometr. Bizim neçə santimetrimiz var? 82 santimetrimizdə X. Yəni 500-ü vurmalıyıq neçəyə? 82-yə. Bu neçə eləyəcəkdir? Təbii ki, 41.000. 41.000 kilometr. Deyir ki, ikinci xəritədə bu 41.000 kilometr neçə santimetrdə verib? 205 santimetrdə 41.000 kilometr. Onda 1 santimetrə X. 41.000-i bölməliyəm neçəyə? 205-ə. O da eləyəcək X bərabərdir 200. Ədədi miqyasda yazanda da 200-dən sonra neçə sıfır olmalıdır? 5 sıfır. Və miqyas nə olacaqdır? Əgər 1 milyondan çoxsa da kiçik miqyaslı olmuş olacaq. 84A. Keçək yenə eyni növ test tapşırığıdır. 5 sıfırı sildik, qaldı 500. 1 santimetrdə 500 kilometr. Bizim birinci xəritədə neçə santimetr var? 152. 500-ü neçəyə vurmalıyıq? 152-yə. Bu eləyəcəkdir 76.000.
İkinci xəritədə isə bu 76.000 neçə santimetrdədir? 304 santimetrdə 76.000. Bəs 1 santimetrə x. 76.000-i bölməliyik 304-ə, alırıq 250. 250-dən sonra da neçə sıfır olmalıdır? 5 sıfır. Amma orta miqyas deyil, kiçik miqyas olacaq. Yəni cavab B olacaq. Çünki 25 milyon deməkdir bu. 25 milyon da 1 milyondan daha iri miqyas kəmiyyətidir də. Ona görə nə olmalıdır? Kiçik miqyaslı olmalıdır. Orta miqyaslı biz bilirdik ki 200 mindən 1 milyona qədər olan rəqəmlər idilər. Yəni 85-də cavabımız B. 86. Xəritənin coğrafi əsası riyazi hesablamalardır. Bax, dərəcə toru riyazidir. Miqyas riyazidir, koordinat riyazidir. Yerdə qaldı. Yaşayış məntəqəsi, hidroqrafik şəbəkə, relyef bunlar da coğrafidirlər. Yəni 1, 2, 5. Cavab C variantı olacaqdır. 87 nömrəli test tapşırığı deyir ki, dünyanın fiziki xəritəsində müəyyən etmək mümkün deyil. Yəni, nəyi müəyyən eləmək mümkün deyil? Məntəqənin yerləşdiyi yerli vaxt fərqini müəyyən etmək. Niyə? Bu mümkündür. Məntəqənin coğrafi koordinatı da mümkündür. Ekvatorda məntəqənin məsafə bu da mümkündür. Çayların enini və dərinliyini. Bunun mümkün deyil fiziki xəritədə müəyyən etmək. Ümumiyyətlə, dərinliyini hətta çayın müəyyən etmək olur. Amma okean cəryanlarının istiqamətini müəyyən eləmək olur. Cavab D. Sonra 88 nömrəli test tapşırığı deyir ki, Azərbaycan müxtəlif miqyas xəritəsindən Bakı ilə Astara şəhər arasındakı ən qısa məsafə santimetrlə verilib. Bunlar xəritənin miqyası daha böyük olur. Hansı da xəritənin miqyası böyük olmalıdır. Böyük miqyaslı olmaqdan ötürü bu iki şəhər arasındakı məsafə daha böyük bir santimetrdə təsvir olunmalıdır. Baxın, bu məsafəni, Bakı ilə Astara arasındakı məsafəni tutaq ki, 32 santimetrə yerləşdirmək rahatdır, yoxsa 15 santimetrə? Təbii ki, 32 santimetr. Çünki burada xəritədəki santimetr məsafə çoxdur deyə rahatlıqla yerləşdirəcək. Əgər rahatlıqla yerləşdirirsə də miqyas nədir? Böyükdür. Deməli, biz 32-ni seçməliyik. 2 cavab B variantı olacaq. 89. Kartometrik və vizual təhlil. Kartometrik və vizual təhlil. Gəlin baxaq. Dərəcə toruna görə məsafələr ölçülür. Hesablama işləri kartometrik təhlildir. Baxın, dərəcə toru, bir də azimut istiqamət görürəm. Baxın, bu da hesablamadır. 1 ilə 4 nəyə aid olacaq? Kartometrik. Kartometrik birinci tərəfdəydi. Bəli, 1 ilə 4-ü birinci tərəfə yazdıq. Sonra, indi vizuala baxaq. Bitki və heyvanat aləminin müxtəlifliyini təyin etmək olur, doğrudur və əhalinin ərazilərə yerləşməsini təyin etmək olur. Hər ikisinin ortaq cəhətləri kartoqrafik tədqiqat metodlardır. Kartoqrafik tədqiqat metodları kartometrik, vizual və qrafik olmaqla 3 yerə bölünürdü. Bu ikisini verib, deməli hər ikisi kartoqrafik tədqiqat metodudur, doğrudur və coğrafi xəritələrin məlumat əldə etmək üçün istifadə olunur. Bu da doğrudur. Cavabımız D variantı olacaq. 90 nömrəli test tapşırığı konus proyeksiyadır bu. Bu da silindir. Baxın, ekvator boyu ərazilər təhrif olunmur. Təbii ki, bu silindirdir. Yəni, silindirə gedəcək. Paralel və meridianın düz bucaq altında. Bu da silindirdir. Bax, 1-2 silindirə getdi. Bax, görürəm artıq. 2-də 1-2. Görürsünüz? Aha, deməli cavabımız artıq C-dir. Keçirəm, baxıram konusa. Paralellər qövsvari şəkildədir. Bəli. 3 və 5-idir. Mülayim enliklərlə yanaşı xəritələr tərtib olması istifadə olunur. Bəli, mülayim enliklərin yerləşdiyi ərazilər bir də ki, qütb ətrafı sözü də işlədilə bilər. Bu da doğrudur. 4 isə ortaqda toxunma xəttində təhrif olunur. Məsələn, konusda 60 dərəcəli enlik toxunma xəttində təhrif olunur. 47-60 kendarələrində də təhrif olunur. Burada isə ekvatordur. 0 dərəcəli enlik təhrifsiz təsvir olunacaq. Cavab C. 90-da. 91-ə keçirik. 91-də deyir ki, qrafik, vizual və kartometrik təhlillərdir. Baxın, qrafik təhlil bir ərazinin profilinin qurulmasıdır. Məsələn, gəlin indi buradakı cümlələri oxuyaq, onunla deyək. Suxurun laylarının yatın formasında təyin olunması üçün istifadə olunur. Layın yatın formasını. Baxın, lay deyirsə də bu yatın forması bir şaquli enkəsi ilə tabi olacaq da. Şaquli enkəsi də nə deməkdir? Profil. Profildə biz hansının içərisində öyrənirdik? Qrafik təhlildə öyrənirdik.
Coğrafi hadisə və proseslərin kəmiyyət göstərici hesablanır təyin. Hesablamaq kartometrikdir. Yəni 3-ə hesabla, ölçmə, biçmə işləri kartometrik təhlildir. Müxtəlif xəritələrdə fiziki, iqtisadi və digər göstəricilər haqqında məlumat verir. Bu da vizualdır. C. 1-ə A, 2-ə C, 3-ə B. 1-ə A, 2-ə C, 3-ə B. Cavabımız B variantı oldu. 92. Baxın, deyir ki, yerin səthinin müəyyən bir nöqtəsindən hərəkətə başlayan. Baxın, müəyyən bir nöqtədən başlayıb. Bilmirik bu nöqtə haradır. Bu nöqtədən əvvəl şimala gedib 10 kilometr, sonra qərbə gedib 10 kilometr, sonra isə cənuba doğru gedib, yəni aşağıya doğru gedib. Və deyir ki, buraya da 10 kilometr gedəndən sonra deyir, başlanğıc nöqtəsinə qayıtdı. Baxın, düşünün ki, baxın, mən qütbdə dayansam, şimal, qərb, belə. Bax, bu nöqtə qütb nöqtəsi deməkdir. Əgər 3 azimutdan istifadə edib başlanğıc nöqtəmə qayıdıramsa da, deməli mən, görürsünüz, özü cənuba gedir və qütbə gəlir, qayıdır. Deməli, bu qütbdədir. Qütbdədir. Amma bu hansı qütbdədir, onu bilmək lazımdır. Hansı qütbdə olduğunu görməkdən ötürü, bax, bu sözə fikir vermək lazımdır. Bax, şimal. Deyir ki, bu şimala hərəkət etdi. Yəni, sən cənub qütbündə olsan şimala hərəkət edə bilərsən də. Şimal qütbündən şimala hərəkət etmək olmur ki. Deməli, bu nöqtədən sən şimala gedə bilibsənsə, sən cənub qütbündəsən. Deməli, cavabımız cənub qütbü. Cavab A. Xəritənin hamısında deyir təhrif mövcuddur. Bəli, xəritə təhrifli təsvirdir, yəni səhvli təsvirdir. Deyir ki, xəritənin hamısında təhrif var. Lakin xəritənin təhriflər olan hissəsində məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə olunur. 50 dərəcə qərb uzunluğu və 10 dərəcə şərq uzunluğu arasında 30 dərəcəlik paralel üzərində. Çəkirəm 30 dərəcə paraleli. Biri 50 dərəcə qərb uzunluğudur buradakı meridianın. Biri də 10 dərəcə şərq uzunluğudur. Baxın, biri qərb, biri şərq olduğuna görə aradakı dərəcə fərqi toplanmalıdır. Neçə eləyir? 60. Yəni 10-dan 50 toplanır 60. 30 dərəcədə də bir dərəcəni nə qədər veribdir? 96,5. Yəni biz 60-ı 96,5-ə vurarıqsa da, bunlar arasındakı məsafəni taparıq. O da neçə eləyəcək? 5790 kilometr eləyəcək. Bu deyir, bu 5790 kilometr 15 santimetrdədir. Siz xəritənin xüsusi miqyasını tapın. Yəni 15 santimetrə deyir 5790 kilometr yerləşdirmişik. Siz 1 santimetrə düşəni tapın. Miqyas nədir? 1 santimetrə düşən məsafəni. Onu deməli 5790-ı bölməliyik 15-ə. O da eləyəcək 386. 386 kilometr. 5 dənə də 0 yazmalıyıq. Çünki kilometrdə 5 0 əlavə etməliyik. Cavabımız Y. Plan və xəritə. Şərti işarəli təsvirdir. Bunların hər ikisi şərti işarəli təsvirdir. Yəni 3-ə 1 getməlidir. 3-də 1 görmədiyim bu variantlar C və D getməlidir. Məhəlin təsviridir. Təbii ki, plan. Böyük ərazilər təsvir olunur. Böyük ərazilər xəritədə təsvir olunmuş olacaqdır. Genizasiyaya daha çox məruz qalır. Genizasiyaya daha çox məruz qalan təbii ki, xəritələr olacaqdır. 3-4 xəritəyə aiddir. Baxın, görürük, 3-4 xəritədə gördük bunu. Sonra deyir ki, miqyasdan istifadə olunur hər ikisində. Təbii ki, hər ikisinin miqyası vardır və təhrif demək olaraq olmur, o da plandır. Deməli, 2, 6, 3, 4 və 1, 5 cavabımız A variantı. 95 nömrəli test tapşırığı. Coğrafi enlik və uzunluğa aiddir. Baxın, məntəqənin deyir mövqeyini əks etir. İkisi də. Yəni, coğrafi en uzun olmasa, biz məntəqənin mövqeyini bilə bilmərik. Ona görə ikisinə yazacaq ortaq cəhət. 0-90 arasında hesablanan enliklərdir. Qrimniçdən hesablanan uzunluqlardır. 0-180 arasında yenə uzunluqlardır. 3-4 deməli haradadır? İkinci tərəfdə. 2 seçmişik. İndi 5-ə baxaq. Coğrafi koordinatlar təyin edir hər ikisinə. Koordinat ümumiyyətlə enlik və uzunluq olaraqdan təyin olunur.
Və 6-cı ekvatordan hesablanır coğrafi enlik. 2, 6, 3, 4 və 1, 5. Cavabımız Y. Sonra paralel və meridian. İstiqaməti təyin etmək üçün hər ikisində istiqamət təyin edilə bilər. Deməli, bir ortaq olacaq. 1 dərəcəlik uzunluğu hər yerdə eynidir. Bu meridiandır. Meridianda hər yerdə 111,1-dir. Yuvarlaq olaraq da biz onu 111 ilə götürürük. Formasına görə çevrədir. Çevrə təbii ki, paralellərdir. Amma meridianlar yarım çevrədirlər. Ayrı-ayrı lengdə 1 dərəcəlik uzunluqları müxtəlifdir. Təbii ki, yenə paraleldir. 3, 4, baxın 3, 4, 2, indi baxaq. Coğrafi qütbləri birləşdirir meridian. 2, 5. Bir də coğrafi koordinatı təyin etmək olur. Hər ikisindən 6. Düzdür 6. Deməli, cavabımız B variantı oldu. Sindirik proyeksiyada tərtib olunan xəritələrin ərazisinin ən az tərifə məruz qalan materik və okean, okean yoxdur, eləcəniz materik. Sindirik proyeksiya ekvator boyudur. Ekvator boyunda geniş ərazi tutansa Afrika materikidir. Sıfır tərif xəttində daha geniş sahə tutması ilə əlaqəli olacaq. Y variantı. 98. A və B nöqtələri arasındakı məsafə. Baxın, A 71-dədir, B 76-dadır. Arada neçə dərəcə var? 5 dərəcə. 76-dan 71-i çıxdım, 5 dərəcə. Baxın, 1 dərəcə neçə kilometr veribdir bizə? 74. Onda 5 dərəcə neçə kilometr olar? 74-ü vurmalıyıq 5-ə. Vuraq. 5-i vururuq 74-ə. Eləyir 370 kilometr. Yəni A ilə B-nin arasında bu məsafə nə qədərdir? 370 kilometrdir. Deyir, indi bu kilometr, bu miqyaslı xəritədə nə qədər olacaq? 5 dənə sıfırını silirik, olur 1 santimetrdə 25 kilometr. Bizim neçə kilometrimiz vardı? 370. Bu isə x. 370-i bölürük neçəyə? 25-ə. O da eləyir 14,8. Cavabımız C variantı. Keçək 99-a. Baxaq, deyir ki, topografik xəritə sxemdə ərazi üçün doğrudur. Hansı? Yəni, bu fikirlərdən hansı bu ərazi üçün doğrudur? Deyir ki, bulaq çayın sağ sahilində yerləşir. Görürsünüz, buradan bir dənə çay axır. Burada da bir ox idi, onun istiqamətini göstərdi. Bulaq çayın axın istiqamətində, baxın, bu tərəfi bunun sol tərəfidir. Aşağı tərəf isə onun sağ tərəfi olmuş olacaqdır. İndi deyir ki, bulaq onun sağındadır. Axı sol tərəfində. Deməli, bir nədir? Yanlışdır. Ərazinin cənubundan axan çay sıldırımlıdır. Bu ərazidir. Bu ümumi ərazi. Bu ərazinin cənubundan aşağısından axan bir çay var. Sahillər də görürsünüz sıldırımlıdır. Dilim-dilim yerlər var. Deməli, bu iki doğrudur. Ərazinin qərbində meşə və kolluq var. Baxın, ərazinin qərbi bu tərəfdir də, yəni bu tərəf, baxın, sol tərəf. Burada siz meşə ya da kolluğun işarəsini görürsünüzmü? Xeyr, görmürsünüz. Kolluq bu işarə idi. Meşədəki, məsələn, tutaq nə olsun? Qırılmış meşə ya da seyrək meşə, heç birinin işarəsi yoxdur. Yəni, iynə yarpaqlı meşə ya da enli yarpaqlı, heç birinin işarəsi yoxdur, axı. 3 də yanlışdır. 3 onsuz da bizim qalan variantların içərisində yoxdur. Keçək o birisinə. Çay yatağından şimala doğru əvvəlcə meyilliyin artması, sonra da azalması. Baxın, görürsünüz, burada şimala doğru meyilliyi artıb, sonra isə azalıb. Görürsünüz, artıq horizontallar çox tərəddüd etmir, sabit şəkildə gedir. 4 də doğrudur. 2, 4 olan, deməli, cavabımız B variantı olacaq. Bir də 6-ya baxaq. Çayın sol sahili boyunca yarğanlar var. Baxın, sol bu tərəfdir, bu da yarğanlar inkişaf edib. Doğrudur. Ərazinin şimal-qərbində meyvə bağı var. Meyvə bağı buradır, o da şimal-şərqindədir. Şimal-qərb bu tərəfdir. Deməli, 5-də yanlış idi. 5-lər də belə cavabdan çıxırdı, B variantı qalırdı. Azərbaycan Respublikası müxtəlif Argentina, Norveç və Singapurdan hansı istiqamətdə yerləşir? Argentinadan Azərbaycan şimal-şərqdə yerləşəcəkdir. Argentinadan Azərbaycan. Norveç şimal, Norveç, Azərbaycan Respublikası müvafiq olaraq bu dövlətlərdən. Norveçdən Azərbaycan hardadır? Təbii ki, cənub-şərqdədir. Singapurdan Azərbaycan şimal-qərbdədir, C-dir. Şimal coğrafi qütbündən hərəkətə başlayan səyyah. Şimal qütbü neçədir? 90.
Bir qədər getdikdən sonra hərəkətinin 90 dərəcəlik azimutla davam elətdirmişdir. 90 dərəcəlik azimutla hərəkətini davam elətdirmişdir. O, yenidən şimal qütbünə ən qısa yolla hansı azimutla gəlir? Və deyir ki, sizin cənub qütbündən hərəkətə bir səyyah başlayıbdır. 90 azimutu ilə gedib. Baxın. Cənub qütbünə hərəkətə başlayan səyyah bir qədər getdikdən sonra hərəkətini şimal coğrafi qütbündən hərəkətə başlayan səyyah qütbdən başladı. Bir qədər getdikdən sonra hərəkətini 90 dərəcəlik azimutla davam elətdirdi. Yəni şərqə doğru hərəkət elədi. O yenidən şimal qütbünə ən qısa yolla necə qayıda bilər? Səyyah bir qədər getdikdən sonra hərəkətini 90 dərəcəlik azimutla davam elətdirmişdir. Yəni 90 dərəcə, yəni şərqə getmişdir. O yenidən şimal qütbünə... Burada nə var? Şimal qütbündən hansı azimutla gedirsənsə get. Hara gedirsən? Cənuba gedirsən də. Və onu bizə tətbiq eləməyimizi deyir. Nə olsun 90 dərəcəlik azimut deyir. Yəni şimal qütbündən hara gedirsən get, hansı azimutla gedirsən get. Hara gedirsən cənuba gedirsən. Cənuba getdin. İndi deyir, yenidən şimal qütbünə getməkdən ötürü hansı azimutla getməlisən? Təbii ki, 0 dərəcəlik şimala doğru getməlisən. Ümid edirəm ki, bunu başa düşdük. Baxın. Şimal qütbündən hərəkətə başlayan bir səyyah var imiş. Bu bir qədər gedir və 90 dərəcəlik azimutla. Onsuz da bu şimal qütbündən bir qədər hara gedirsə getsin, hara getməlidir? Cənuba getməlidir də. Cənuba getdi, aşağı düşdü. Sonra 90 dərəcəlik azimutla getdi. Yəni aşağı düşdü, sonra sağa getdi. Sonradan yenidən yuxarıya qayıtmaq üçün hansı azimutla? Şimala getməlidir də yenə. Bəli, cavabımız Y variantı olacaq. Bakıdan hansı azimutla hərəkət edən səyyah yer kürəsini daha tez dövrə vuran ilkin məntəqəyə çatar. Bakımızın eni nədir? 40 dərəcə. Düzdür? Baxın burada. Burada. İndi deyir ki, hansı azimutla Bakıdan səyahət etsin? Yer kürəsinə daha tez dövrə vurub ilkin məntəqəyə qayıda bilərsən. Daha tez dövrə vurub qayıda bilməkdən ötürü, təbii ki, ya sola getməlisən, ya da sağa getməlisən. Ya 90 ilə getməlisən, ya da 270-dən. 90-ı verməyib, deməli cavabın 270-dir. Xəritənin miqyası generalizasiyadan asılı olaraq qrafikini de. Xəritənin miqyasını generalizasiya arasında qrafik. Miqyas kiçildikcə generalizasiya artır. Biri kiçilir, o biri artır. Biri azalır, biri artır. Yəni tərs mütənasibdir. Tərs mütənasibdə A qrafikidir. A. Silindrik proyeksiyada verilən təhriflə coğrafi enliklər arasında asılılıq qrafikini müəyyən edin. Silindrik proyeksiyada biz bilirik ki, ən az təhrif ekvatordadır. Yəni, ən az təhrif. Görürsünüz, burada enliklər verilib. Enliklər verilib. Bu tərəfdə də təhrif dərəcələri olmalıdır. Baxın, buradan başlayaq enliyi düzək 0, 10, 20, 30, 40, 50, 60, 70, 90-a qədər. Düzdür? 90-da təhrif nə olmalıdır? Maksimum hala gəlməlidir. Və 0-da minimum olmalıdır. Deməli, cavabımız hansıdır? C-dir. Coğrafi enliklə 1 dərəcəlik paralel qövsünün uzunluğunun dəyişməsi arasında asılılıq qrafiki. Baxın, 1 dərəcəlik paralel qövsünün uzunluğu ekvatorda nə qədər idi? 1 dərəcə 111 kilometr. Amma qütbdə 0 idi, düzdür? Deməli, 1 dərəcəlik qövsün uzunluğunun dəyişməsi arasında enliklə 1 dərəcəlik qövsün uzunluğunun dəyişməsi arasındakı mütənasib necə olacaq? Məsələn, 0-da görürük ən maksimum halıdır. Amma 90-da ən minimum halını görmüş olacaq.
Yəni dərəcə qiyməti az olanda 1 dərəcə qiymətinin kilometri çoxdur. Məsələn, ekvatorun dərəcə qiyməti 0-dır, amma orada 1 dərəcəlik qövsün uzunluğu 111-dir. Amma qütbün dərəcə qiyməti 90-dır, amma orada 1 dərəcənin qiyməti 0 kilometrdir. Görürsünüzmü? Yəni enlik rəqəmi az olanda kilometrin 1 dərəcəsi çox olur. Enlik rəqəmi çox olanda 1 dərəcəlik kilometr az olur. Deməli, tərs mütənasibdir. Cavab Y-dir. Gəldik 106-ya. 180 dərəcəlik meridiandan 90 azimutu ilə 180 dərəcəlik meridianı çəkirik. Buradan 90 azimutu ilə, yəni baxın sağa doğru gedirik. Nə qədər 2500 km uçan təyyarələrin müxtəlif meridianlarda yerə inməsinin səbəbi nə ola bilər? Məsələn, bu təyyarənin biri ekvatorla uçsun, biri də 40 dərəcəlik şimal enliyi ilə uçsun. Baxın, 40 dərəcədə 1 dərəcənin qiyməti neçə idi? 85.4. Amma ekvatorda 1 dərəcənin qiyməti 111 idi. Məsələn, ekvatorda mən bu məsafəni, yəni 2500-ü böləcəm 111-ə, alacam 22.5 dərəcə. Yəni burada uçan təyyarə 22.5 dərəcə uçacaq. Amma bu 40-da nə qədər uçacaq? 2500-ü bölməliyəm 85.4-ə. Burada 29.3 uçacaq. Yəni 29.3. Səbəb nə oldu? Burada gəlib çatacam təqribən 30 dərəcə bu yana doğru. Yəni buradan 90 azimutu, yəni qərb yarımkürəsinə uçmaq deməkdir. 180-dən 90-ı, daha sonra 30-u çıxacam da. Bu 29.3-ü yuvarlaq 30 götürürəm. Neçə çatacam? 150-yə. 150 dərəcə qərb uzunluğuna. Amma 22.5-ə çıxanda neçəyə gəlib çatacam? Məsələn, 180-dən 22.5 çıxaq. 157.5-ə. Görürsünüz, müxtəlif uzunluğa gəlib çatdım. Bunun səbəbi nə oldu? Enliklərdə 1 dərəcənin qiymətinin fərqli olması. Yəni, müxtəlif paralellər üzərində hərəkət etməsi. Eyni ölçüyə malik olan divar xəritəsində hansı ərazi daha böyük, hansının əraziləri daha böyük və daha kiçik miqyasda təsvir olunur? Baxın, 2 dənə deyir divar xəritəmiz var. Bunların hansının ərazisi böyük miqyasda olsun, hansı kiçik miqyasda? Böyük miqyasda ola bilməyindən ötürü ərazi ən balaca olmalıdır. Bunlar içərisində ən balaca ərazi Abşeronun ərazisidir. Kiçik miqyasda olmağından ötürü isə ərazin ən böyük olmalıdır. Bunların içində ən böyük ərazi Aralıq dənizidir. Baxın, böyük miqyas olmağından ötürü ərazi kiçik olmalıdır. Kiçik ərazi seçməlisən, yəni Abşeronu. 1-ə B. Amma kiçik miqyaslı olmaqdan ötürü böyük ərazi seçməlisən. Ən böyük də hansıdır burada? Aralıq dənizi. Ona görə cavabımız A. Keçək sxemdə verilmiş A və B məntəqələri arasında məsafə nə qədər verilibdir? 7686 km. Buna əsasən C məntəqəsində yerləşən coğrafi uzunluğu və B məntəqəsindən Bakı arasındakı ən qısa məsafəni hesablayın. Gəlin baxaq. A ilə B arasındakı məsafə, bu bizim A, bu da B. Bunlar arasında məsafəni nə qədər verib? 7686. Görürsünüz hansı paralelin üstündədir? 40-ın. Deməli 7686-yı neçəyə bölməliyik? 7686-nı təbii ki 85.4-ə bölməliyik. Böldük. 85.4-ə elədi 90 dərəcə. Yəni bunlar arasında 90 dərəcə var. Baxın 30 qərbdir bu. Çünki 0-dan soldadır 30. Əgər 90 dərəcə şərqə doğru gəlsəm 30-unu qərb yarımkürəsində saxlayacağım. 60-ı keçəcək bu yana. Deməli bizim bu B məntəqəmizin uzunluğu 60 dərəcə şərq uzunluğudur. Və deyir ki, buna əsasən C nöqtəsində yerləşən coğrafi uzunluğu tapdıq 60 dərəcə. Çünki B ilə C eyni uzunluğun üstündədir. Elə B-ni tapdıqsa C də o uzunluqdadır da. Görürsünüzmü? Eyni uzunluğun üzərindədir. Deməli 60 dərəcə şərq uzunluğudur. Və deyir ki, B məntəqəsi ilə Bakının arasında ən qısa məsafə. Bakı neçədir? 50.
50 ilə 60-ın arasında 10 dərəcə var. 10 dərəcədən 85 onda 4-ə vuranda 854 eləyir. Cavabımız A variantı etmiş olacaqdır. Keçək 109-a. Sxemə əsasən A və D nöqtələri arasında müvafiq olaraq coğrafi enlik və coğrafi uzunluq fərqini hesablayın. Baxaq. A ilə D. A hardadır? 30 dərəcə şimal enliyində. D hardadır? 60 dərəcə cənub enliyində. Coğrafi enlik fərqi biri 30, biri 60. Amma fərqli yarımkürə. Coğrafi enlik fərqi nə olacaq? 90. 90 hardadır? Bir dənə burada. Və coğrafi uzunluq fərqi A 20 dərəcə qərb uzunluğu, D 60 dərəcə şərq uzunluğu. Cəmlədik, neçə eləyir? 80. Cavabımız Y. Çünki biri qərbli, biri şərqli toplamaq lazımdır. Dərəcə uzunluğunu tapanda, dərəcə uzunluq fərqini tapanda. Azərbaycan Respublikasının sahəsi hansı miqyaslı xəritədə daha az generalizasiya olar? Generalizasiyanın az olmasından ötürü miqyasım nə olmalıdır? Böyük olmalıdır. Böyükdürsə də miqyas kəmiyyətində duran rəqəm isə nədir? Kiçikdir. Miqyas kəmiyyətində ən kiçik rəqəmi axtarmalıyam. Budur. Cavab B. Sxemə əsasən silindrik proyeksiyada ən çox və ən az təhrifə məruz qalan. Ən çox təhrifə məruz qalmaqdan ötürü silindrik proyeksiyada ekvatordan ən uzaq olmalısan. Məsələn, ekvatordan ən uzaq hansıdır? Bax, 40-dan 50. Burada 10-20-dir, burada 0-10-dur, burada 20-30-dur, burada 40-30-dur, bura 40-50-dir. Deməli, ən çox təhrif olmandan ötürü Y məntəqəsi olmalısan. Ən az təhrif olmaq üçün düz ekvatora yaxın olmalısan. Bax, ekvatoru gördüm, B məntəqəsi olmalısan. Y, B. Hanı Y ilə B? Silindrik proyeksiyada ən çox təhrif olacaq idi Y. Bəli, çünki 40-dan Y. Y'dir də bu rəqəm. Y, bəli. Ən çox təhrif olmasından ötürü Y olmalıdır. Budur. Y elə düşüb ki, C kimidir. Y. Ən az təhrif də B-də olacaq. Deməli, cavabımız olur A bəndi. Sonra, verilmiş məntəqələrin hansında səyyah daha qısa vaxt ərzində bütün meridiandan keçə bilər. Bütün meridianlardan keçməkdən ötürü, bütün meridianların birləşdiyi yerdə olmalısan. Yəni, qütbdə olmalısan. Qütbə yaxın olmalısan. Yəni, ən qütbə yaxın məntəqə bunların içərisində hansıdır? Verilmiş məntəqələrin hansında səyyah daha qısa vaxt ərzində bütün meridianlardan keçə bilər. 89 dərəcə cənub enliyi, amma 0 azimutundan hərəkət etsə deyir. Yox. Biz qütbə getməliyik. 0 azimutu ilə mən 89-dan yuxarıya gedəcəm. Amma mənə lazımdır 90-a getmək. 90-a. Yəni, məsələn, deyir ki, 88 şimal enliyindən 180 azimutu ilə. Bax, gəlin çəkək. 88 şimal enliyindən 180 azimutu ilə getsəm, daha da cənuba gedirəm, qütbdən uzaqlaşıram axı. Bu olmaz. 89 cənub enliyindən 0 azimutu. Bu 89 dərəcə cənub enliyi olsun. Oradan 0 yuxarıya getdim, qütbdən uzaqlaşdım. Qütbə getməliydim mən. Bu da olmaz. 85 cənub enliyindən, 85 cənub enliyindən, şimal enliyindən daha doğrusu, şimal enliyindən 90 azimutu ilə hərəkət etsən, 85-dən 90, yəni şərqə doğru getsən, ekvatordan 270-dən ümumiyyətlə getsən, heç sən qütbü görə bilməyəcəksən. Elə ekvatorun üzərində fırlanmış olacaqsan. Cənub qütb dairəsindən 45 azimutu ilə hərəkət etsən. Cənub qütb dairəsi 66,5-dir. Buradan 45 azimutu ilə getsən, sən şimal-qərbə getsən, qütbdən uzaqlaşırsan. Ona görə ən yaxşı C variantı ilə getsən, sən bütün meridianlardan keçə bilərsən. Cavabımız olacaqdır 85 şimal enliyi 90 azimutu ilə. Düşünün, baxın, 85 dərəcə şimal enliyini təsvir edeyim. Baxın, 85 dərəcəlik çevrə. Buradan belə fırlansam 90 azimutla, yəni şərqə doğru getsəm, bütün meridianlardan keçərəm və cavab C olacaqdır. Eyni meridian üzərində olan A nöqtəsi və B məntəqəsindən 180 azimutu ilə, gəlin bunu silək.
Eyni meridian üzərində olan A nöqtəsi və B məntəqəsindən 180 dərəcəlik azimutla eyni bir meridianın üstündədir. A nöqtəsi B nöqtəsindən 180 azimutla bu qədər məsafədə yerləşir. Deməli, bu B buradadır. A da ondan 180 dərəcəlik azimutla neçə kilometrlik məsafədədir? 4995 böləm 111-ə 45 dərəcə aşağıdadır. Deyir ki, indi hansı halda A nöqtəsi cənub yarımkürəsində yerləşə bilməz? A cənubda olmasın. Bax, aramızda da 45 dərəcəlik fərq var. B nöqtəsi şimal qütb dairəsi üzərində yerləşsə. Gəl, şimal qütb dairəsi neçədir? 66,5. 66,5-dən sən 45 çıx. 66,5-dən çıx 45. Gəldin 21,5 şimala çatdın. Cənuba düşmədin ki, cənub yarımkürəsində olmadın ki, elə cavabımız A variantı olmuş olacaqdır. Yəni, burada cənuba düşmədik. Bax, 66,5 dedi qütb dairəsində B olsun. 45 dərəcədə aramızda fərq yoxdur. 66,5-dən 45 çıxıram. Gələm 21,5-ə çatıram. A ilə 21,5 şimal enliyi olmuş olur. Cavab budur. B məntəqəsi Bakı ilə eyni paralel üzərində yerləşsə. Bakı ilə eyni, yəni 40-da yerləşsə B. B 40-da olsa, 40-dan 45 çıxsam, -5 alacam, cənuba düşərdim. Bu olardı. Bizə ola bilməzi soruşurdu. Ona görə olmaz. B nöqtəsi şimal tropik üzərində yerləşsə. 23,5. 23,5-dən 45 çıxacaqdın, yenə cənuba düşmüş olacaqdın. Çünki 23,5-dən 45 çıxanda -21,5 alırsan, o da eləyir artıq əks yarımkürədə, cənub yarımkürəsi. Sonra bu da getdi. B məntəqəsindən günəş minimum düşmə bucağı 50 dərəcə olarsa. B məntəqəsindən minimum düşmə bucağı 50 dərəcə olarsa. Minimum düşmə bucağı düsturu 90 çıx enlik çıx 23,5. Bu da bərabər eləsin neçəyə? 50-yə. Gəl görək onda enlik nə olmalıdır? 90-dan 23,5-i çıxırsan. 90 çıxılsın 23,5. Eləyir neçə? 66,5. 66,5-dən də çıxsan 50-ni 16,5. Yəni enlik 16,5 olarsa, 5 şimal 16,5 olsa, ondan 45 dərəcə cənub yenə də cənub yarımkürəsinə düşəcək. Yəni 16,5-dən 45 dərəcə aşağı getsən sən A məntəqəsinə çatarsan, o da 28,5 dərəcə cənub enliyi eləyəcəkdir. Ona görə bu da olmaz. B nöqtəsində günəş maksimum düşmə bucağı 90 olarsa, maksimum düşmə bucağı 90 olarsa, bu şimal yarımkürəsində məsələn tutaq ki 23,5 də ola bilər. Ondan sonra, yəni 0-dan yuxarı 23,5-ə qədər istənilən məntəqə ola bilər. 23,5 olaq. Tutaq ki, 23,5-dən də 45 aşağı düşsək, yenə cənuba düşmüş olacaq. Yəni 23,5-dən çıxsan 45 dərəcəni -21,5 eləyir. Yenə cənub 21,5-ə çatmış olursan. Yenə də olmur. Elə cavabımız A idi. Böyük miqyaslı qlobusda. Böyük miqyaslı qlobus 1 santimetrdə 300 kilometr deməkdir. Yəni 30 milyon. Ekvator üzərində yerləşən iki məntəqə arasında məsafə nə qədər verilib? 18,5. Yazıram 1 santimetrdə 300 idisə də onda 18,5 santimetrdə neçə kilometr gedir söhbət. Yəni ekvator üzərində nə qədər kilometrdən gedir? 300-ü vurmalıyam neçəyə? 18,5-ə. O da eləyir 5550 kilometr eləyir. İndi deyir ki, orta miqyaslı qlobusda bu məsafə, məntəqələr arasında məsafəni və dərəcə fərqini hesabla. Orta miqyaslıda da 1 santimetrdə 500 olmalıdır. Bizim neçə kilometrimiz oldu? 5550. 5550 neçə bölməliyəm? Təbii ki, 500-ə bölməliyəm. Bu da eləyəcək neçə? 11,1. Hə, 11,1. Aldıqmı bu 11,1-i? C variantında. Nə istəyirdi bir də? Və dərəcə fərqini hesablayın. Neçə dərəcəlik fərq oldu? Bax, ekvatorda bu 300 kilometrdə bu olanda nə qədər? 5550 eləyirdi də. 5550 111-ə böləndə neçə dərəcə eləyir? 50 dərəcəlik fərq eləmiş olur. Cavab C. Bakı və Pekin eyni coğrafi enlikdə
yerləşsələr də, yəni hansı enlikdə? 40 dərəcəlik şimal enliyində. Bakı 50 şərq uzunluğudur. Pekin isə 117 dərəcə şərq uzunluğudur. Bakının Pekindən hansı azimutda? Bu bizim Bakımız, bu da Pekinimiz. Bakı deyir Pekindən hansı azimutdadır? 270 dərəcəlik. Bəs Pekin isə Bakıdan hansı istiqamətdədir? Şərq istiqamətindədir. Cavabımız A. A və B məntəqələri ona aid olan xüsusiyyətlər arasında olan məsafənin kilometrlə xüsusiyyətləri və onlar arasında olan məsafənin kilometrlə müəyyən eləyin. Gəlin eləyək. Deyir ki, Qrivniçdən eyni məsafədədirlər. Və bu bizim Qrivniçimiz. A 15 qərb uzunluğu, B 15 şərq. Bəli, Qrivniçdən 15 dərəcəlik məsafədədirlər. Bu doğrudur. Qərb yarımkürəsində yerləşirlər. Qərb yarımkürəsində yerləşirlər deyir. A qərbdədir Qrivniçdən, B isə şərqdədir. Deməli, bu fərqlidir. 2 çıxmalıdır cavabdan, 1 qalmalıdır. 3. Qütblərdən məsafə eynidir. Eyni enlikdədirsə də qütblərdən də məsafəsi eynidir. 3 doğrudur. 1, 3. Deməli, cavabımız ya 7 ya da A-dır. 5-dən 4-ə baxacaq. Coğrafi koordinatlar eyni. Koordinat eyni deyil axı. A 40 şimal enliyi 15 qərbdir. B isə 40 şimal enliyi 15 şərqdir. Koordinat eyni deyil. 4 çıxdı. Deməli, cavabımız 5 olacaq. Ekvatordan məsafəsi eynidir. Ekvatorumuz 0-dır. Buradan buraya da 40 dərəcə var. Buradan buraya da 40 dərəcə. Bəli, cavab A-dır. Və deyir ki, bunlar arasında məsafəni hesabla. Bax, 15-15. Fərqli yarımkürədirsə də 30 dərəcə var. Yəni 15-in üstə 15 gəlirəm, 30 dərəcə eləyir. 30 dərəcəni də vurmalıyam neçəyə? 40-ın üstə 1 dərəcə, yəni 85,4-ə. 2562. Bəli, cavab elə A variantı. Davam eləyək. Deməli, A və B nöqtələri, onlara aid olan xüsusiyyətləri müəyyən elək, bir də onların arasında məsafəni. Yenə bayaqki məsələ kimidir. Baxın, A neçədədir? 0-dan sağda, 15 dərəcə şərq uzunluğu. B neçədədir? Yenə 0-dan sağda, amma 60 dərəcə şərq uzunluğu. Şərq yarımkürəsindədir. Bəli, ikisi də şərqdəydi. Bir doğrudur. Mülayim və tropik işıqlanma qurşağındadır. İkisi də 40-ın üzərindədir. 40 da mülayimə düşür, tropikə düşmür. Yəni, ikilər səhvdir. Birlər doğrudur. Burada bir yoxdur deyə A-da çıxır. Qrivniçdən eyni məsafədə yerləşirlər. Xeyr, Qrivniçdən buraya 15 dərəcədir, buraya 60 dərəcədir. Eyni məsafə deyil, 3 də çıxdı. Ekvatordan eyni məsafə. Bəli, ekvator 0, bunlar da 40-da. Ekvatordan eyni məsafədə yerləşəcəklər. 4, 1, 4. Deməli, 5 olacaq. Bir də qütblərdən də eyni məsafədədirlər. Çünki qütb 90-dır, şimal 90. Arada 50 dərəcə, cənub 90 da olsa, 90-dan 40-ı toplasaq 130 dərəcəlik bir fərqləri var. Cavab C-dir. Bir də bunlar arasında məsafəni istəyir. Baxın, ikisi də şərq yarımkürəsindədir. 60-dan 15-i çıxıram eləyir 45. 45-i də vurmalıyam neçəyə? 85 tam, onda 4-ə. Bu da eləyəcək 3843. Cavab bəli C. A nöqtəsindən əvvəlcə 0 azimutundan, yenə Qrivniç və ekvatorun kəşfinə, Qvineya körfəzindən 0 azimutundan, yəni yuxarıya getmişik 40 dərəcə. Yəni çatdıq 40 dərəcə şimal enliyinə. Buradayıq indi. Deyir ki, oradan da 270, yəni sola doğru get 45 dərəcə. Yəni 45 dərəcə qərb uzunluğuna çat. Hə, çatdığı məntəqənin koordinatı. Heç nə 40 dərəcə şimal eni, 45 dərəcə şərq uzunluğu. Qərb uzunluğu. 40 dərəcə şimal eni, 45 dərəcə qərb uzunluğu olacaqdır. Və bizə deyir ki, getdiyi yolun uzunluğunu hesabla. 40 dərəcə buradan getmişdi. 111-ə vururam. Eləyir 4440. Buradan da buraya neçə getmişdi? 45. 45-i də vurmalıyam. 40-ın üstünə 85,4-ə. 45 vur 85,4. O da eləyir nə qədər? 3843. Üstə toplayırıq. Üstə gəlir 4440-ı. Eləyir 8283. Bəli, cavabımız D variantı. Yenə eyni məsafədir, yenə eyni məsələdir. Baxın, 100 dərəcə şərq uzunluğu, 60 dərəcə şimal enliyi. Buradan başladıq.
Əvvəlcə deyir 270 azimutu ilə. Yəni hara get? Sola doğru get. 270. 50 dərəcə. Yəni 100-dən 50 dərəcə çıx. 50 dərəcə şərq uzunluğuna çatacaqsan. Oradan da deyir 180 azimutu. Yəni aşağıya doğru gəl. 2220, yəni 20 dərəcə. 111-ə böldüm 20 dərəcə. 60-dan 20 dərəcə aşağı düşdüm. Çatdım 40 dərəcə şimala. Bakıya gəldik, çatdıq. Deyir ki, koordinatın deyir 40 şimal enli 50 dərəcə şərq uzunluğu. Yerləşdiyi su hövzəsi Bakı hansı su hövzəsinin ətrafındadır? Xəzər dənizinin. 40 şimal enli 50 şərq uzunluğu Xəzər dənizi cavabımız B variantı. Deyir ki, A nöqtəsindən, baxın bu 100 dərəcə və 60 dərəcədir. Bəli. Buradan əvvəlcə 270, yəni sola doğru 90 dərəcə. 100-dən 90 çıxdıq, gəldik çatdıq 10 dərəcə şərq uzunluğuna. Sonra deyir 180 azimutan, yəni aşağıya 2220, 111-ə böldük 20 dərəcə, 60-dan 20 dərəcə düşdük 40 dərəcə. Bax burada 40 dərəcə şimali enliyi, 10 dərəcə şərq uzunluğu. Bu da Aralıq dənizinə gəlir çıxır. Bəli, cavabımız C variantı olacaq. Keçək 21-ə, 121. Səyahətçi A məntəqəsindən. A məntəqəsinin koordinatını deyir 60 dərəcə şimal enliyi və 60 dərəcə şərq uzunluğu. Buradan 180 azimutuna, yəni aşağıya doğru. Nə qədər gedib? 2220 böləm 111-ə 20 dərəcə. 60-dan 20 dərəcə aşağı düşdüm. Çatdım 40 şimal enliyə, buradayım. Sonra 90 azimutuna, yəni şərqə. Nə qədər gedibdi? 5124. Baxın 40-ın üstə gedibsə də 85 onda 4-ə bölməliyik bu rəqəmi. Bölək. Deməli 5124-ü bölürük 85 tam onda 4-ə 60 dərəcə. Yəni 60-dan 60 dərəcə sağa getmişik. Yəni 60 üstə gəl 60, 120 şərq uzunluğuna çatmışıq. 60 şimal enliyi, 120 şərq uzunluğu. Hani o da? Nasıl 40 şimal enliyi, 120 şərq uzunluğu. Buraya 40-a düşmüşdü yaxı. Bu da cavabımız C variantı olacaq. Deməli, 122. Səyahətçi A məntəqəsindən 40 şimal enliyi və 120 şərq uzunluğundan buradan. 40 şimal enliyi, 120 şərq uzunluğundan. 270 azimutdan, yəni sola doğru. 5124 kilometr gedib. 40-ın üstündə gedirsə də 5124 neçə bölməliyim? 85 tam onda 4-ə. Neçə eləyəcək? 60. 5124 böl 85 tam onda 4-ə. 60. 60 dərəcə sola doğru get. Yəni 120-dən 60 çıx. Gəlib çatacaqsan haraya? 60-a. 60 şərq uzunluğu. Buradasan. Sonra 2220 kilometrdir. 0 azimutla. Yəni yuxarıya qalx. 2220 kilometr neçədir? 111-ə böləndə 20 dərəcə. 40-dan 20 dərəcə yuxarı qalx. 60. 60 şimal enliyində 60 şərq uzunluğundasan. 60 şimal enliyində 60 şərq uzunluğunda. 122 B. Baxaq. Deyir ki, A nöqtəsi koordinatına fikir veririk. A nöqtəsi 70 dərəcə şimal enliyidir və 40 dərəcə şərq uzunluğudur. Burada A nöqtəsi var. B nöqtəsi isə 70 şimal enliyi, 140 dərəcə qərb uzunluğudur. Baxın. Deyir, bunlar arasında ən qısa məsafə. Görürsünüz, bunlar bir-birlərinin əks meridianıdırlar. Baxın, 40 və 140. Cəmi 180 verənlər, 180 dərəcə aralarında fərq olanlar bir-birlərinin əks meridianı hesab olunurlar. İndi bu əks meridianlar arasındakı məsafəni tapmaqdan ötürü ən qısa məsafəni biz qütblə hesablamalıyıq. Qütbə gedib tapmalıyıq. 70-dən qütb 90-a çatmaqdan ötürü neçə dərəcə lazımdır bizə? 70-dən 90-a 20 dərəcə. 90-dan da təzədən 70-ə gəlib çıxmaqdan ötürü neçə lazımdır? Yenə 20 dərəcə. 20 dərəcələri cəmləyirik. Neçə eləyir? 40 dərəcə. Vururuq 111-ə. 4440. Onu da, baxın, miqyas nə qədərdir burada? 5 sıfırını siləndən sonra 200 qalır. 200-ə bölürük. Neçə eləyir o da? 22,2. Cavabımız A variantı. Həmişə əks meridian olanda yadımıza saxlayırıq ki, biz qütbə qalxıb qütbdən aşmalıyıq. Eyni şeydir. 24 də onun kimidir. Baxın, yenə 50 dərəcə şimal enliyi, 120 şərq uzunluğu. Bu A-dır. B-də
70 dərəcə şimal enliyidir, amma 60 qərb uzunluğudur. Bax, buradadır. Bax, A 50-dən başladı. 120 ilə 60-ı gördünmü? Yenə əks meridianlardır. Görürsünüz, cəmləri 180 verir. A 50-dən 90-a qədər fikirləşək. Neçə dərəcə eləyir? 50-dən 90-a 40 dərəcə. 90-dan da B-yə düşməliyik. B 70-dədir, axı 20 dərəcədə burada olacaq. Yəni 90-dan 70 arası 20 dərəcə. 20 dərəcə 40 dərəcə. Cəmlilik neçə eləyir? 60. 60-ı vururuq 111-ə, 6660. Bunu da neçəyə bölməliyik? 33,3-ə. O da neçə eləyəcəkdir? 200 eləyəcək. 200-dən də sonra neçə sıfır əlavə eləməliyik? 5 sıfır. Cavabımız olacaq B variantı. Keçək 25 nömrəli test tapşırığına. Deməli, 54 dərəcə cənub enliyi, 38 şərq uzunluğu. 54 cənub enliyi və 38 şərq uzunluğu. Buradan 0 azimutu ilə, yəni yuxarıya doğru getmişik. Nə qədər? 2775 bölməliyik 111-ə. Neçə eləyəcək? 25 dərəcə. 54-dən 25 dərəcə yuxarı qalx. Yəni 54-dən cənubda yuxarıya qalxırsa azalmalıdır. 54-dən çıxmalıyam 25-ə. Çatıram haraya? 29 dərəcə cənub enliyinə. Deyir ki, həmin bu çatdığın məntəqə ilə cənub tropik arasında ən qısa məsafəni tap. Cənub tropiki neçədir? 23,5. 23,5 ilə 29 arasında nə qədər var? 29-dan çıxıram 23,5-i. Neçə eləyəcəkdir? 29 çıx 23,5. 5,5 dərəcə. 5,5-də məsafəyi keçirməkdən ötürü vururam 111-ə. Vurdum 111'e. Neçə eləyəcək o da? 610,5. Cavabımız A'da var. İndi deyir ki, bu çatdığın məntəqə, bu 29 cənub enliyi ilə 38 şərq uzunluğu. Qviniya körfəzindən hardadır? Qviniya körfəzini bilirsən də. Qviniya körfəzi 0,0'dır. Sən də dediyi 38 şərq uzunluğu ilə 29 cənub enliyidir. Qviniya körfəzindən harda qalıb? Cənub şərqdə. Cavabı 26. 26'ya baxaq. Yenə eyni tip məsələdir. 42 dərəcə şimal enliyi çəkirəm və 32 dərəcə şərq uzunluğu. Buradan 180 azimutdan, yəni cənuba doğru. 2775 böləm 111'ə. 25 dərəcə, yəni cənuba düş. 42-dən 25 çıx deməkdir bu. 42-dən 25 çıxanda neçə qalır? 17. Aha, gəldik, çatdıq 17 şimal enliyə. Buradayıq. Daha sonra deyir, çatdığı məntəqə ilə şimal tropik arasındakı məsafə. Şimal tropikdə neçədir? 23,5'dir. 23,5 ilə 17'nin arasında nə qədər fərq var? 6,5 dərəcədə. 23,5'dən 17 çıxacam. 6,5. Məsafəyi keçirməkdən ötürü vurmalıyam neçəyə? 111'ə. O da eləyəcək 721,5. Və deyir ki, bu çatdığın məntəqə, yəni 17 dərəcə şimal enliyi, 32 şərq uzunluğu. Qviniyadan hardadır? Qviniya 0,0'dır. Qviniyadan hardadır? Şimal şərqdə. Doğrudur, cavab D'dir. 27 nömrəli test tapşırığına baxırıq. Deyir ki, baxaq. Deyir ki, burada 62 cənub enliyi, 62 qərb uzunluğu məntəqəsində yerin mərkəzindən keçməklə xəyali ox keçirsən, o hansı coğrafi koordinata malik olan yerdən səthə çıxar. Belə tip məsələ görəndə, baxın, bu hissəni bir çərçivələyirik. 62 cənub enliyi deyirsə də, enliyi olduğu kimi yazırıq 62. Amma burada cənubdursa da istiqaməti dəyişirik, eləyirik şimal enliyi. Uzunluğu nə eləyəcək bəs? Bu 62-ni, uzunluq hissəni 180-dən çıxmalıyıq. 180-dən 62 çıxırıq. 118.
Bu qərb uzunluğunda eləyirik şərq uzunluğu. Baxın, istiqaməti hər ikisində də dəyişdim. Cənubu elədim şimal, qərbi elədim şərq. Amma cənubda olan, yəni enlikdə enliyin adı olduğu kimi qalır. Məsələn 62-də 62 saxladım. Amma uzunluğu nə etdim? 180-dən çıxdım. Deməli, yeni koordinatımız bu olar. 62 dərəcə. Şimal enliyi, 118 şərq uzunluğu. Cavabımız olacaq Y. Keçək yenə baxın, eyni məsələ tipidir. 73 şimal enliyidir. 73 rəqəmini saxlayıram. Şimal nə etməliyəm? Cənub. Amma uzunluqda 73-ü 180-dən çıxmalıyam. 180-dən 73 çıxanda neçə eləyəcəkdim? 107 dərəcə. 107. Burada qərbdirsə nə olmalıdır? Şərq uzunluğu. Tapaq. 73 cənub enliyi, 107 dərəcə şərq uzunluğu. Cavabımız A variantı. Gəlirik 129. Təyyarə Bakı ilə eyni enlikdə yerləşən və onunla 180 dərəcəlik uzunluq fərqinə malik olan məntəqədən. Baxın, Bakının uzunluğu neçədir? 50 şərq uzunluğu. Bir məntəqə ilə sənin 180 dərəcəlik fərqin varsa da, deməli o məntəqə sənin əks meridianındır. Yəni əks meridianı Bakının nə idi? 130. Enliklərimiz nədir? 40. Bax, buradan təyyarə ilə başlamışıq. Əvvəlcə şimala doğru getmişik. Baxın, yuxarıya doğru. Qütbə çatırıq. Qütbdən də deyir, 180 azimutu ilə hərəkət eləyibsiniz. Cəmində neçə kilometr getmişik? 11.100 kilometr getmişik. 11.100 kilometri dərəcəyə keçirdəndə 111-ə bölürük, 100 dərəcə eləyir. Baxın, 40-dan 90-a qədər, yəni qütbə qədər neçəsini sərf eləyirik? 50-sini. 100-dən 50-si qaldı, digər yarım kürədə 50-si bu tərəfə keçəcək. 90-dan da 50-ni çıxırıq, yenidən 40-ın üstünə gəlib çatırıq. Koordinat haranı verir elə? 40 şimal enliyi, 50 dərəcə şərq uzunluğunu. D variantı. 130. Qrafikdə 5 fərqli çayın uzunluqları təsvir olunub. Xəritənin miqyas kəmiyyətləri verilib. Uzunluğu daha çox olan çayı müəyyən eləyin. Gəlin eləyək. Baxın, burada görürsünüz, xəritədəki uzunluq silindirlə verilib. Məsələn, 20 santimetrdə görürsünüz burada. Amma miqyas kəmiyyəti burada nöqtə ilə verilib. Məsələn, bax, 2-dir. Yazıram 1 santimetrdə 2 kilometrdir miqyas kəmiyyəti, amma xəritədəki santimetr 20 santimetrdir. Neçə eləyəcək bu? 40. Yazırıq. Birincidə aldıq 40 rəqəmini. 2-yə baxırıq. Miqyas kəmiyyəti neçədir? 1 santimetrdə 6. Yazıram. 1 santimetrdə 6 kilometr. Silindir neçədir? 8. 8 santimetrdə x. X bərabərdir 48. Bu oldu 48. Keçirik buraya. Miqyas kəmiyyəti neçədir? 8. Silindir neçədir? 16. Yəni 1 santimetrdə 8 kilometrdir. Bizim də 16 santimetrimiz var. O neçə kilometr olacaq? 16-nı vurmalıyıq 8-ə. Bu da eləyəcək 128. Bu da elədi 128. Burada görürsünüz nöqtədə, silindirdə hər ikisi 12-dir. 12-ni 12-yə vurmalıyıq, eləyəcək 144. Burada silindir neçədədir? 6-dadır, yəni xəritədəki. Miqyas kəmiyyətdə 18-dir. 6-yı vuracaq 18-ə. 108 eləyəcək bu da. Ən uzun harda aldıq? Baxın bu rəqəmdə, yəni 4-cü A variantı. Keçək. Bu da artıq şifahidir. Kartoqrafik, tarixi müqayisə və coğrafi modelləşmə. Hadisə və qrafik simvollar vasitəsilə hazırlanır və öyrənilir. Qrafiklər, simvollar, bunlar nədə olacaq? Təbii ki, modelləşdirmədə olmuş olacaqdır. Hadisələrin fərqli və oxşar xüsusiyyətləri müqayisədə olacaqdır. Müxtəlif məzmunlu xəritələrin öyrənilməsi kartoqrafikdir. Bu C buraya getdi, elə birinciyə gedir. Deməli, 1-ə C olacaq.
Tarixi isə obyektlərdə baş verən dəyişiklikləri öyrənəcək. 1-ə C, 2-yə D, 3-ə bu fərqli oxşar B, C, deməli 1-ə C, 2-yə D, 3-ə B, 4-ə də A. Yəni cavabımız oldu 131-də A variantı. Yenə dondu. Keçək 132 nömrəli test tapşırığını 133-ü də deyək. Bundan sonra açıq tipli suallar gəlir. Onun üçün də başqa bir video çəkərəm. Deməli 131-i dedik, 132-yə baxaq. Greenwich meridianının kəsdiyi burada qarşıda ölkəni tapmalıyıq. Sonra dəniz və yaxud da körfəzi tapmalıyıq. Baxın. Birincisi Greenwich meridianı Əlcəzairi kəsir, İspaniyanı kəsir, Kenyanı kəsmir, amma Fransanı kəsir. Demək Greenwich 1-i də kəsdi, 2-ni də kəsdi, amma 3-ü kəsmədi, 4-ü kəsdi. Bax, bir də görmədim, heç 3 görmədim. Deməli, baxın, bu sıralama hələ ki hamısında doğrudur. Keçim görün, baxın, Körfəz dənizi hissəsindən Greenwich nəyə kəsir? Şimal dənizini kəsir, Qvineya körfəzini kəsir, Meksika körfəzini Greenwich kəsmir, Karibi kəsmir. Deməli, artıq mən yalnız birinci tərəfə AB-ni saxlaya bilərəm. Çünki C, yəni Meksika körfəzini ümumiyyətlə Greenwich kəsmir. AB olduğuna görə ya cavabımız A-dır, ya B-dir, ya C-dir, ya da D-dir. Yəni, Y variantı çıxdı. A-da şimal idi, bir də Qvineya da B-də idi. Onlar hər ikisi də Greenwich kəsmiş oldu. Keçək indi ikinci tərəfə, ekvator. Ekvator, baxın, burada məsələn yazıb 3-ü. Kenyanı kəsir, düzdür. 2-ni yazıb İspaniya. İspaniyanı ekvator kəsmir ax. Ona görə baxın D variantı da getdi. Əlimizdə qaldı 3 variant. İndi görək, ekvator burada Qvineya körfəzini kəsir, Meksikan deyir, Meksikanı kəsmir, amma Qvineyanı kəsir. Yəni əlimizdə A da getdi, B ilə C qaldı. Üçüncü tərəfə keçdik. Şimal tropiki. Şimal tropiki Əlcəzairi kəsirmi? Bəli, kəsir. İkisində də verilibdir. Bir də şimal tropiki nəyə kəsməlidir? Meksika körfəzini kəsməlidir də. Karib dənizini kəsmir ki, şimal tropiki kəsmir. Deməli, cavabımız oldu C. 132-də cavab C. 33-ə baxırıq. Deyir 10 dərəcə cənub enliyi, 10 dərəcə qərb uzunluğuna, 90 dərəcə azimutdan 60 dərəcə uçarsansa, Bakı şəhərindən ən qısa məsafə getmək üçün hansı okean və yarımadadan keçməlisən? 10 dərəcə cənub enliyi, 10 dərəcə qərb uzunluğuna, 90 dərəcə şərqə doğru uçmalıyam. Yəni 90 dərəcəlik azimutdan uçmalıyam şərqə doğru. Amma 60 dərəcə uçmalıyam. 10-u qaldı qərbə, 50-si düşəcək şərqə. 50 dərəcəlik meridianın üzərinə gələcəm, amma 10 dərəcə cənub enliyində olacam. İndi düşünün, 10 dərəcə cənub enliyi, 50 dərəcə şərq uzunluğundan hansı azimutla biz Bakıya gəlməliyik? 0 azimutu ilə gəlməliyik. Bir də bu hansı okeana düşür? Hind okeanı. Hansı yarımadadan keçəcək? Ərəbistan yarımadasından. Cavabımız olacaq D bəndi. Belə. Sağ olun. Açıq sualları isə digər videoda paylaşacağım.